Lənkəranda balıq tutan 66 yaşlı kişini elektrik cəryanı vuraraq öldürüb. Hadisə Lənkəran rayonunun Vələdi kənd ərazisində baş verib. Belə ki, rayon sakin 66 yaşlı Əzzağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O balıq tutmaq istəyərkən qarmağı ərazidən keçən yüksək gərginli elektrik xətlərinə toxunub. Bu zaman onu elektrik cəryanı vurub. Əzzağa Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yaxınlarının deməsinə görə uzun müddət idi Bakı şəhərində yaşayırdı. Balıq həvəskar olduğu üçün arada rayona gələrdi. Bu mənim xalam oğludur. Xalam oğlu şəhərdə yaşayırdı. Belə Bakıya gedib gələn idi. Həm də Səbizdə qabaq işləyib, amma gözəl insandır. Çox gözəl insan idi, onu tanıyırdılar. Bakıya gedib gəlməliydi, gəlib balıq həvəskar idi. Gəlib bir də biz evdə idi. Gördüm qardaşım zəng elədi mənə ki, Aqil hayda geyin çıx şüşəyə, Əzzağa gedib rəhmətə. Getmişdi balıq tutmaya, qırmağı deyirlər, atanda mənim nəyəsə ilişib, nə deyib o, tok elektrik söhbəti olubdu orada. Onun meyit adiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, Əzzağa Ağayev uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran rayon şöbəsinin müdiri vəzifəsində işləyib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.